Allah Resulü sallallahu aleyhi ve sellemin Müslümanların bugünkü vəziyyətini mükəmməl izah edən bir hədisi var. O sallallahu aleyhi ve sellem buyurmuştur. Yırtıcıların öz şikarı başında toplandıkları kimi, bütün kafir millətlərin sizə qarşı toplanacaqları gün yaxındır. Diqqət edin, bu gün cinayətkar işğalçılar Fələstində, müqəddəs torpaqlarda ağıllarına gələn ən dəhşətli zülmü, soyqırımı edirlər. Və qonşuluqdakı müsəlman ölkələri isə bu canilərə qarşı bir tədbir görə bilmir. Cinayətkar dövlət bütün Qəzza zolağını bombalamağa başladı və əhalinin əksəriyyətinin uşaqlardan ibarət olduğu Rafahın çadır ərazisinə köçməyə məcbur etdi. Bu, Misirlə həmsərhədd olan Qəzza zolağının ən kənarıdır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştur. İslam ümməti bir bütöv bədən kimidir. Əgər o bədənin bir üzvü xəstə olarsa, yaralı olarsa, bütün bədən buna görə narahat olar. Bəs sizcə həqiqətən narahat olurmu bu bədən? Başda oxuduğum hədisin davamında Allah Resulü sallallahu aleyhi ve sellemdən soruşdular ki, ey Allahın Resulü, bu bizim sayımızın az olması səbəbilə mi baş verəcək? Allah Resulü cavab verdi ki, xeyr, əksinə o zaman sizin sayınız çox olacaq. Lakin suyun üzündə köpük kimi olacaqsınız. Heç bir çəkiniz, ağırlığınız olmayacaq. Allah düşmənlərinizin gözündən sizə qarşı olan qorxunu götürəcək. Sizin ürəyinizə isə vəhin qoyacaq. Səhabələr soruşdular ki, bəs vəhin nədir ey Allahın Resulü? Allah Resulü isə cavab verdi. Dünyaya sevgi və ölümə nifrət. Fələstin xalqına qarşı törədilən bu soyqırım ən qanlı soyqırım kimi tarixə düşəcək. Lakin tarixə biz də sizlə düşəcəyik.